Sağ dostlar, bu videoda fiskal blok imtihanınızdan karşınıza çıkabilecek 5 vacib sual tipine bakacak. Sualları bir etraflı bir şekilde izleyeceğim ki soruları daha rahat ve etraflı bir şekilde başa düşebilirsiniz. Bir hatırlatma da edeyim ki videoları beğenmeyi, kanala abone olmayı ve fikirlerinizi şərhdə yazmayı unutmayın. O zaman başlayaq. Deməli, birinci sualdan 20-ci suala davam edirik. Çevre üzrə bərabər sürətli hərəkətdə radyo sektorunun 3 saniyə ərzində dönmə bucağı 15 radyan olmuştur. Bucaq sürətini hesablayın. Bucaq sürətini hesaplamaq üçün neyim? İlk öncə düstur yazıram. Omega bərabərdir fi bölünsün t'yə. Deməli, fi nə qədərdir? 15 radyan. Yeni yazıram 15 radyan. 15 bölünsün. T nə qədərdir? 3 saniyə. Yeni yazıram 3 saniyə. 15-də 3-ə bölündə bizə nə qədər verir? 5. Deməli, 5 radyan bölək saniyə. Və cavabımız neçə olacaq? 5 radyan bölək saniyə, yəni D variantı. Sonra bir də izah etsək, bizə buradan bucaq sürəti soruşur. Bucaq sürətini yazanda omega bərabərdir fi bölünsün t üstünü yazan. Fi dönmə bucaqdır. Dönmə bucağı bizə verir 15 radyan. Yeni yazır 15 radyan. T də 3 saniyədir. T'nin yeni yazı 3 saniyə. 15-də 3-ə bölündüyündə nə qədər edir? 5 radyan bölək saniyə. Yəni cavabımız olacaq D variantı. 5 radyan bölək saniyə. İndi keçək ikinci sualımıza. Deməli, ikinci sualın 25-ci sualımızdan davam edirik. Eyni radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edən iki matri nöqtələrin eyni zamanda mütədə getdikləri yolların nisbəti L2 bölü L1 bərabərdir 5-dir. Nöqtələrin dövr etmə periodları arasında hansı münasibət doğrudur? İlk öncə biz burada nə edirik? İlk öncə bizə burada deyik ki, eyni radiuslu çevrələr, yəni radiuslar eynidir. Bərabər sürətlə hərəkət edən iki matri nöqtələrin eyni zaman müddəti. Deməli, zaman müddətləri eynidir. Onu da belə yazıram. Burada yazıram ki, mən L1 bərabərdir L2 və T1 bərabərdir T2. Buna yazıram. İndi burada yol düzsünü yazıram. Yol düzsünü nədir? Deməli, burada yazıram. L bərabərdir VT. V nədir? V də bərabərdir 2 pi bölünsün T'yə. Deməli, dedik ki, L1 bərabərdir 2, T1 bərabərdir T2, L də bərabərdir VT, V də 2 pi bölünsün T. Onda mən V bərabərdir 2 pi bölünsün T düzsün. Burada yerinə yazıram. Olur nə? Bərabərdir 2 pi bölünsün T bölünsün kiçik T'yə. Onda buradan belə bir düz almış oluram. L bərabərdir 2 pi bölünsün T bölünsün kiçik T'yə. Şərtdə biz demişdik ki, L1 bərabərdir 2, T1 bərabərdir T2. Misal şərtini elə demişdik. Onda deməli, R ilə T, yəni bu R ilə bu T sabitdir. Bunları əldə etmirəm. Pi də sabitdir, çünki Pi'nin qiyməti 3'dür. 2 də sabitdir, çünki o ədəddir. Deməli, L T'dən tərs asıdır. Onda mən belə yazıram. L1 bölünsün L2 bərabərdir T1 bölünsün T2'yə. İndi belə bir şey var ki, bizə burada L2 bölü L1 verib. Onda mən bunu belə yazıram. Bunu silirəm. Bunu belə kimi yazıram. Tərs mütənasibət olduğu üçün belə yazıram. L2 bölü L1 bərabərdir. Olacaq nə? T1 bölü T2. L2 bölü L1 nisbəti bizə verib şərtdə 5. Deməli, yerinə yazıram 5. Bu deməli, bunun yeni yazılan 5. Onda belə ki, T1 bölü T2 nəyə bərabər olmuş olur? T1 bölü T2 bərabərdir 5'ə. T1 də buradan tapanda neçə bərabər olur? T1 bərabərdir 5 T2. Deməli, cavabımız olacaq neçə? T1 bərabərdir 5 T2. Yəni A variantı. Sualı bir də təkrar izah eləmiş olsaq. Öncə şərti bizə deyir, eyni radiusu və eyni zaman müddəti. Ona görə yazıram L1 bərabərdir L2, T1 bərabərdir T2. Sonra L bərabərdir VT düzsünü yazıram. V-ni yeni 2 pi bölünsün T yazıram. Çünki xətt düz sürəti çevrədən danışır. 2 pi bölünsün T vurulsun T'yə. L də bərabərdir 2 pi bölünsün T vurulsun T. Buradan kiçik bir düz aldıq. Burada dedik ki, L və T bunlar eynidir. Pi də sabit qiymətdir, buna da toxunmuruq. 2 olsa sabit qiymətdir, buna da toxunmuruq. T-dən tərs asıdır. Yəni L2-nin L1 olan nisbəti T1-nin T2 olan nisbətinə bərabərdir. Və buradan da L2 bölü L1 5 nisbəti verib. Şərtdə biz onu sayı elən kimisi verib. Ona görə L2 bölü L1-in yerinə 5 yazırıq. T1 bölü T2 də L2 bölü L1-ə və o da 5'ə bərabər olduğundan T1 bölü T2 bərabər 5 tapırıq. T1 də buradan tapırıq 5 T2. Yəni cavabımız olacaq T1 bərabər 5 T2 A variantı. İndi keçək 3-cü sualımıza. Deməli, 3-cü sualımız 17-ci sualdan davam edirik. Təyyarənin 360 km bölü saat sürətdə 12 km məsafəyə hərəkət zamanı onun hava vinti 2/5 dövrədir. Vintin fırlanma periodunu hesablayın. İlk öncə təyyarənin yol düzsünü yazıram. Yəni S bərabərdir VT düzsünü yazıram və buradan T'ni tapıram. T bərabərdir S bölünsün V'yə. S nə qədərdir? 12.000 km. Yəni yeni yazıram 12.000 bölək. V nə qədərdir? 360. Yeni yazıram 360.
İndi 12.360'a böləndə burada 0-dan bu 0 x gelir. 12'nin de bu 6 burada 1, burada qalır 3. Deməli olur 100 bölünsün 3. İndi bir şey var ki biz burada kilometre saata bölür. Yani burada kilometre gidəcək. 1 bölü saat qalacaq. O da sürətə qalxanda olur saat. Deməli 100 bölü 3 saat. İndi bu saatı da mən saniyə çevirsəm, çünki bizdən periodu soruşacaq. Period da bizə saniyə verdiyi üçün saniyə tapmalı olacaq. Ona görə 1 saat bizə 60 dəqiqədir. 1 dəqiqədə 60 saniyə olduğu üçün 60-60'a vururuq 360. 100 bölü 3'ü vururuq 360'a saniyə tapmaq üçün. 3600'ə. Deməli 3600'dən 3 xısa gedir. Burada qalır 1200. 1200 də vuram 100'ə. Yəni 12 vuram 10 üstü 4 buradan alınmış olur. 12 vuram 10 üstü 4 saniye. İndi bizdə periyod düsturu nədir? Periyod düsturu deməli t bərabərdir. T bölünsün n düsturu ilə hesablanır. Yəni deməli t bərabərdir. T bölünsün n düsturu hesablanmış olur. Yəni t nə qədər idi? 12 bölü 10 üstü 4 tapmışdıq buradan. 12 bölü 10 üstü 4 göstərim. 12 bölü 10 üstü 4. Deməli 12 bölü 10 üstü 4 tapdıq. N də nə qədərdir? Şərtdə bizə verilib. Baxırıq 2 bölü 10 üstü 5. Demək yeni yazı 2 bölü 10 üstü 5. Yəni vururuq 2 vuraq 10 üstü 5'ə. O da bərabərdir. 2 12 xısa gedir. Qalır burada 6. 10 üstü 4'dən də 10 üstü 5 xısa gedir. Burada 1 qalır. Burada da qalır 10. Əxricdə yazırıq 10. Bu da edir 0.6 saniyə. Demək periyod nəyə bərabər oldu? 0.6 saniyə bərabər olmuş oldu. Yəni 0.6 saniyə cavabımız olacaq Y variantı. Sual bir də təkrar izah eləmiş olsa bizə birincisi təyyarənin yol düsturu, yəni S bölü V düsturunu yazırıq. Buradan T'ni tapırıq. T bərabərdir S bölü V. S nə qədərdir? 12.000 km. Yeni yazı 12.000. V də 360 km bölü saat. Yeni yazı 360. Burada 0 xısa gedir. 12'nin 36 xısa gedir. Qalır burada 100 bölü 3 saat. Saatı 3600 saniyədir. Çünki saniyə çevirməli periyodu tapmaq üçün. 3600'dən 3 xısa gedir. Qalır 1200. 1200 də 100'ə vuranda 12 bölü 14 saniyə. Və burada biz periyodu tapırıq. Periyoda T bölünsün N'dir. Yəni 12 bölü 14 bölək 2 bölü 10 üstü 5. 10 üstü 15 xısa gedir. Qalır burada məxrəcdə 10. 12'nin 2 xısa gedir. Qalır burada 6. Cavabımız olacaq 0.6 saniyə. Yəni cavabımız olacaq Y variantı. İndi 4-cü sualdan davam edək. Deməli, 4-cü sualımız olan 28-ci sualdan davam edirik. Radiusu L bərabər 50 cm olan çevrənin K nöqtəsindən iki cisim eyni anda və əks istiqamətlərdə V1 bərabər 2 metr bölü saniyə və V2 bərabər 1 metr bölü saniyə sürətlə keçirlər. Cisimlər ilk dəfə neçə saniyədən sonra görüşər? Pi bərabərdir 3. İlk öncə cisimlər hansı nöqtədən hərəkətə başlayır? K nöqtəsindən. Əgər iki cisim K nöqtəsindən hərəkətə başlayırsa və bir nöqtədə kəsirsə, məsələn tutaq ki, bu nöqtədə kəsirlərsə, yəni bu cisim gəlir bu nöqtədə və bu cisim də gəlib bu nöqtədə kəsirsə, yəni bir nöqtədə görüşürlərsə, deməli bunlar eyni zaman müddətində hərəkətə başladığı üçün, yəni eyni anda hərəkətə başladığı üçün görüşəndə də eyni zaman müddəti keçmiş olacaq. Ona görə biz belə yazırıq. T1 bərabərdir T2'yə, o da bərabərdir T'yə. Bunu yazdıq. İndi əgər bunlar bir nöqtədə kəsirsə, bunun getdiyi bu yol, yəni V1, yəni belə deyək, S1 ilə bunun getdiyi yol S2'nin cəmi, yəni bunu oxşu cəmi, yəni S1 plus S2 bərabər olur nəyə? Bu ümumi çevrənin uzunluğuna. Baxın, bu ümumi çevrənin uzunluğuna bərabər olmuş olur. Ona görə buraya yazıram S. İndi S1 nədir? Birincisinin getdiyi yol. Birincisinin getdiyi yolu yazmaq üçün nə edirəm? V1 T1 yazıram. Plus S2 də nədir? İkincisinin getdiyi. İkincisinin getdiyi yol nədir? V2 T2. Yəni yazıram V2 T2 bərabərdir. Ümumi gedən yolda S. S nədir? Çevrənin uzunluğu. Çevrənin uzunluğu nədir? 2 pi-r. Yəni yazıram 2 pi-r. İndi mən bilirəm ki, T1 T2 o da T'yə bərabərdir. Çünki görüşürlərsə eyni zaman müddəti keçmiş olur. Çünki eyni zaman müddətindən başlayırlar. Ona görə yazıram V1 T plus V2 T bərabərdir 2 pi r. Və buradan V1 nədir? Bir cismin getdiyi yolun xətti, yəni bir cismin xətti sürəti. Bir cismin xətti sürəti V1 və 2 metr bölü saniyə. Ona görə yeni yazıram 2. 2T plus V2 də 1'dir. Yəni bir cismin xətti sürəti. Bıraq T bərabərdir 2 vuraq. Pi nədir? 3'dür. R də 0.5'dir. Əslində 50 cm verir. Biz onu çeviririk metr. Olur 0.5 metr. Və buradan 3T bərabərdir. 2 vur 3. 6. 6'nı 0.5'e vuranda bu bizə verir 3. T də bərabər olur 1 saniyə. Deməli T bərabərdir 1 saniyədən sonra bu cisimlər görüşəcək. Bunu ispat etmək də olar. Çünki
Birincisinin getdiyi yol S1'dir. S1 tapanda V1 T1. V1 də bizə verib 2. 2 ilə 1-ə vuruq. 2. Yəni birincisinin getdiyi yol 2 idi. İkincisinin getdiyi yolda tapanda bu da S2'dir. S2 də V2 T2'dir. V2 1'dir. 1 də vururam. Buradakı T bərabərdir 1'ə. Ona görə 1'ə bana 2 plus 1 3 edir. Birincisinin getdiyi yol 2'dir. İkincisinin getdiyi yol da 1'dir. 2 ilə də 1 toplayalım edir 3. 3 də ümumi çevrənin uzunluğuna, yəni S-ə bərabərdir. Yəni 2 pi-yə bərabərdir. Deməli cavabımız olacaq burada neçə? T bərabərdir 1 saniyə. Yəni D variantı. Yəni kısaca biz burada ikisi bir eyni anda hərəkətə başladığı üçün və eyni bir yeri görüşdüyü üçün T1 və T2 o da bərabər T o da bərabər 1 saniyə yazdıq. Və buradan dedik ki, birincisinin getdiyi yolun, ikincisinin getdiyi yolun ümumi cəmi ümumi uzunluğa, yəni çevrənin uzunluğuna, yəni S-ə bərabərdir. V1 T1 plus V2 T2 ilə isə 2 pi-yə bərabərdir və buradan 2T plus 1T bərabərdir 2 bölü 3 vurur 0.5 aldıq. 3T bərabərdir 3T ilə bərabərdir 1 saniyə almış olduq. Yəni burada cavabımız olacaq T bərabərdir 1 saniyə, D variantı. İndi keçən növbəti sual, yəni 5-ci sualla davam edək. Deməli 5-ci sualımız olan 32-ci sualla davam edirik. Çevrə üzrə bərabər sürətə hərəkət edən maddi nöqtənin xətt üzrə sürəti 6 metr bölü saniyə, mərkəzə qaçma təcili isə 60 metr bölü saniyə kvadratıdır. Çevrənin radiusunu hesablayın. Deməli xətt üzrə sürət verilib bizə 6 metr bölü saniyə. Yeni yazıram. V bərabərdir 6 metr bölü saniyə. Mərkəzə qaçma təcili bizə verib A. A nə qədərdir? 60. 60 metr bölü saniyə kvadratı. Yəni bizdən soruşur nəyi? Radiusu. Biz radiusu tapanda nə edirik? A bərabərdir. V kvadratı bölünsün. R üstünü yazıram. R də buradan tapanda nə olur? V kvadratını bölürəm. Bu V kvadratını bölürəm bu A-ya. Deməli yazıram V kvadratı bölünsün A. V nə qədərdir? 6'dır. 6'nın kvadratı nə qədərdir? 36. Deməli yeni yazıram 36 bölünsün. A nə qədərdir? 60. Yeni yazıram 60. Deməli 36 ilə 60 ixtisara gedir 6'ya. 36 6'ya böləndə 6'ya düşür. 60'ı 6'ya böləndə edir 10. Deməli cavab da olur 10'da 6. Yəni 0.6 metr. Cavabımız da 0.6 metr. Yəni C variantı. C variantı. Və bir dənə izah edirəm. Xətt üzrə sürət V bərabərdir 6, mərkəzi qaçma təcili 60, A da bərabərdir V kvadrat bölünsün R-dir, radiusu tabanı R bərabərdir V kvadrat bölünsün A yazırıq. V 6'dır, çünki şərtdə verib 6'nın kvadratı edir 36, A da 60'dır, 36'dan 60 gedir ixtisara 6, 36'dan 6'ya böləndə 6 düşür, 60'da 6'ya böləndə 10 düşür. 10'da 6 bu da bizə verir 0.6 metr. Yəni radiusumuz olacaq 0.6 metr. Deməli, radius 0.6 metr isə cavabımız olacaq C variantı. Belə ki, bu videoda fizikanın blok imtahanınızda qarşınıza çıxa biləcək 5 vacib sual tipinə baxdıq. Ümid edirəm ki, bu videonun sizə böyük bir faydası oldu. Əgər belə videoların davamını istəyirsinizsə, videoyu bəyənməyi, kanala abunə olmağı və şərh yazmayı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun, salamatçılıqla qalın.